Komitəsinin nümayəndəsi Nurani Gözalova bugün Cənub bölgəsində Cəlilabad rayon şəhid ataları ilə, şəhid əmanətləri ilə bu yola çıxdı. Hal-hazırda Şirvan şəhərində Rəşad Leytenant Rəşad bəyin ailəsini ziyarətə gəldik, əmanətlərini ziyarətə gəldik və həqiqətən də birlik olaraq bu görüntü çox xoş təəssürat bağışladı ki, eşidən bilən şəhid ataları, Şirvan şəhid ataları və şəhidlərin şahidləri hamısı bir olaraq Rəhim atanın ocağına gəldi. Mən bu ocaqda dəfələrlə olmuşam. Rəhim atanın bir sözü var, sizdən heç şey istəmirəm, ocağımı boş qoymuyor və mənəvi olaraq yanımda olun, bu mənə bəs edir. Rəşad çox böyük döyüş yolu keçdi, həqiqətən də çox böyük iz qoydu getdi və Rəhim atanı bütün Azərbaycana tanıtdı.